Salam əziz izləyicilər, xoş gördüksünüz yenə mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural Hoca. Bu videoda sizə Qaraxanlı dövləti mövzusunu izah edəcəm. Deməli, Qaraxanlı dövləti nə vaxt yaranıb? Hələ biz bunu qoyacağıq kənara, biraz ondan əvvələ gedəcəyik. Qaraxanlılar kimdir? Qaraxanlılar əslində Qarluq tayfasıdırlar. Yəni Oğuzların, Türklərin bir qoludurlar, Qarluq tayfasıdır. Və bu tayfada Aşina sülaləsi belə deyək, dövləti quracaq. Yəni bu tayfanı bir araya gətirib Qaraxanlı dövlətini quracaq Aşina sülaləsi. Neçənci ildə? 840-cı ildə. 840-cı ildə. Bunu kim eləyir? Deməli, Qutluq Bilgə Qədirxan. Paytaxt Balasaqun. Deməli, Qaraxanlı dövlətini yaradan kimdir? Qutluq Bilgə Qədirxandır, 840-cı ildə yaradıb, paytaxtı Balasaqundur. Bəs ərazisi təxminən hara olacaq? Ərazi olaraq götürə bilərik Şərqi Türkistan, Yeddisu, bir də orada Mərkəzi Asiyada dağlar var da, Tiyanşan dağları, onların belə deyək də müəyyən hissələri. Qaraxanlı dövlətinin ərazisinə baxsaq, təxminən nə görürük biz? Bugünkü, belə deyək, Mərkəzi Asiyanı Balxaş gölündən ta görürük təxminən gəlir burada Hindukuş dağlarına qədər. Sonra görürük burada biz hal-hazırda Şərqi Türkistan, bu dəqiqə Uyğurlar yaşayan ərazi deyirik ona biz. Bir də bunun təxminən belə deyək də hansı dağlar deyək? Tiyanşan dağlarının şimal yamacı belə təxminən bu əraziləri əhatə edəcək. Qaraxanlı dövlətində nə görürük biz? İlk dəfə tarixdə bunlar İslam dinini dövlət səviyyəsində qəbul edən Türk dövləti olacaqlar. Bu kimin dövrüdür? Satıq Buğranın. Satıq Buğra dövründə, deməli, 932-ci ildə İslam qəbul olunacaq. İslam dini dövlət dini olur. Bundan başqa 942-ci ildə Satıq Buğra Xaqan titulunu qəbul edir. Belə. Deməli, Qaraxanlı dövləti yaranmışdı 840-cı ildə, yəni 9-cu əsrdə, 9-cu əsrin 1-ci yarısında Qutluq Bilgə Qədirxan tərəfindən yaradılır. Amma Xaqan titulunu qəbul edən Satıq Buğrandır və həmin Satıq Buğrada 932-ci ildə Xaqan olmamışdan 10 il əvvəl İslamı rəsmi dövlət dini kimi qəbul edib. Satıq Buğranın İslamı dövlət dini kimi qəbul etməsi Türklərin həyatında çox mühüm dəyişikliklərə gətirib çıxarıb. Xüsusilə Türklərin çox hissəsi oturaqlaşıb və belə deyək də şəhər həyatına keçiblər. Baxaq, Qaraxanlı dövləti üçün vacib məqamlardan biri nədir? 999-cu ildə deməli, bunlar Samanilər dövlətinin bölüşdürülməsində iştirak edirlər. Deməli, Samanilər dövlətinin bir hissəsi Qaraxanlılara qalır. Digər hissəsi isə Qəznəvilərə. Deməli, Samanilər dövlətinin bir hissəsi Qəznəvilərə getdi, bir hissəsi də Qaraxanlılara getdi. Nəhayət, Qaraxanlılarla Qəznəvilər qonşu oldu. Biz bunu şəkildə də görə bilərik. Yəni, görürsünüz burada Qəznəvilər dövləti bunların qonşusu oldu. Hansı hadisədən sonra? Samanilərin bölünməsindən sonra. Samaniləri nə vaxt bölmüşlər bunlar öz aralarında? 999-cu ildə. Deməli, davam edirik Qaraxanlı dövlətinin izahı ilə. Qaraxanlı dövlətində əvvəlcə vergilər dövlət xəzinəsinə toplanırdı. Zamanla bu vergilər ayrı-ayrı sülalə üzvlərinin hesabına toplanmağa başladı. Yəni, Qaraxanlı dövlətində zəifləmə olur. Zəifləmənin səbəbləri. Qısa yazaq. Vergilərin ayrı sülalə üzvlərinin hesabına toplanması.
və feodalların özbaşınalığı. Nəyə gətirib çıxaracaq? Yəni, ayrı-ayrı sülalə özləri arasında çəkişmə varsa, nəyə gətirib çıxaracaq? Dövlətin parçalanmasını. Dövlətin parçalanmasına səbəb olan şeylər təxminən bildik. Qaraxanlı dövləti parçalandı deməli. Qaraxanlı dövləti bölünür iki yerə. Hansı dövlətdir? Qərbi Qaraxanlı. Qaraxanlı. Bir də Şərqi Qaraxanlı. Qərbi Qaraxanlı, Şərqi Qaraxanlı. Bu neçənci ildə olur? 1042-ci il. 1042-ci ildə Qaraxanlı dövləti iki yerə bölünür. Bir hissəsi Şərqi Qaraxanlı, bir hissəsi Qərbi Qaraxanlı. Sonradan bu Qərbi Qaraxanlını, Qərbi Qaraxanlı qalsın, Şərqi Qaraxanlını 13-cü əsrin və yaxud 100 illiyin əvvəlində Qara Kitaylar süquta uğradacaq. Amma Qərbi Qaraxanlıda 1212-ci ildə Xarəzm şahlar süquta uğradacaq. Uğradır. Deməli, 840-cı ildə yaranmış Qaraxanlı dövləti 1212-ci ildə süqut edir, tamamilə tarix səhnəsindən silinir. Burada bəzi məqamlar var, onları da istəyirəm əlavələr edeyim sizə. Deməli, gəldik burada bu dövlətin yaranmasında bir məqam var. Dövlət yarananda düzdür. Bu dövlət yaranır, deməli, Aşina sülaləsindən olan Qutluq Bilgə, belə deyək, Qədir xan tərəfindən yaradılır. Bu dövlətin tarixdə adı Qaraxanlılar yaxud Əfrasiyab kimi də tanınacaq. Çünki bunlar özlərini Oğuzların soyundan gəlir. Alper Tunqanın soyundan hesab edirlər. Əfrasiyab dövləti kimi də tanınacaq. Yəni, Qaraxanlı dövləti və yaxud Əfrasiyab dövləti. Qaraxanlı dövləti də Qutluq Bilgə Qədir xanın özünə Qara xan adını alması ilə olub, belə bu adı alıb. Qara xan sözü böyük xan deməkdir. Yəni, qara sözü qədim, belə deyək, bir neçə nəsil əvvəlki türk dillərində qara sözü yəni, rəng mənasında yox, böyüklük, yəni irilik mənasındaydı. Qutluq Bilgə Qədir xan özündə Qara xan dediyinə görə onun yaratdığı dövlətdə Qaraxanlı dövləti adını alıb. Amma bu dövlət həm də İslam mənbələrində Əfrasiyab dövləti kimi də göstərilir. Bir də burada bir məqam var. Satıq Buğra ilə bağlı. Satıq Buğra üçüncü, yəni bax birinci işi bu olubsa, ikinci işi bu olubsa, başqa bir işi də nədir? Paytaxtı Kaşqar şəhərinə köçürmək olub. Deməli, ümumiyyətlə şəhərlərdən söz düşmüşkən, gəlin bir dənə əlavə eləyək. Şəhərlər, bu Qaraxanlı dövlətində mühüm şəhərlər olub. Hansılardır? Balasaqun, Kaşqar, Turfan, mühüm şəhərlərdir bunlarda. Bundan başqa, bunlarda Ürgənc, Səmərqənd, sonra Buxara və Termiz kimi iri ticarət mərkəzi olan və iri böyük şəhərlər olub. Gəlin baxalım xəritə üzərindən həmin şəhərlərə. Buxara, Səmərqənd, Uzgen, Qaşqar, Yarkənd, Xotan, Qansu, Turfan və bunların paytaxtı Balasaqun, Qaraxanlı dövlətində əsas şəhərlər olub. Beləliklə, Qaraxanlı dövlətini mən sizə izah elədim. Videoya təkrar baxın, mütləq şəkildə qeydlərinizi götürün və çalışın, bundan sonra kitabı da oxuyun. Mən Tural Hoca daha bir videonun izahını sizin üçün bitirdim. Sağ olun, salamat qalın.